Dəyərli izləyicilər, indi də qeyd etdiyimiz kimi müzakirələrin vaxtıdır. Əlbəttə, studiyamızın qonağı həm söhbətimiz hərbi ekspert Ramil Məmmədlidir. Ramil bəy, xoş gördük sizi, xoş gəlmişsiniz. Xoş gününüz olsun, təşəkkür edirəm dəvət. Ramil bəy, suallarımız çoxdur. Öncə istəyirəm ki, məhz hazırda Pokrovskdakı vəziyyətlə bağlı bir qrafik görüntümüz var. Onu ekrana gətirək və daha sonra danışaq. Əlbəttə ki, hazırda Volodimir Zelenskinin də dediyi kimi, məhz Rusiya qoşunlarının qarşısında bir tapşırıq qoyulub ki, Pokrovski ələ keçirməlisiniz və şiddətli döyüşlər gedir. Maraqlısı budur ki, Pokrovski ələ keçirilərsə, Ukrayna üçün cəbhədə nə baş verəcək? Əlbəttə ki, mövzu həddindən artıq çoxdur. Xüsusən də Ukrayna cəbhəsində baş verən hadisələr göründüyü kimi, yəni daha doğrusu gözlənildiyi kimi zəifləməyə deyil, kəskin hal almağa başlayıb. Bu vəziyyətdə hər iki tərəf çox ciddi informasiya müharibəsi aparır. Kənar ölkələrin, digər ölkələrin media strukturları və bu istiqamətdə fəaliyyət göstərən şəxsləri üçün bu həddindən artıq çətin bir vəziyyət yaradır. Yəni, Rusiya mediası, mətbuatı, deyək ki, Pokrovski istiqamətində, ümumiyyətlə, Ukrayna cəbhəsində baş verən hadisələrlə bağlı fərqli məlumatlar yayır. Ukrayna və Qərb mətbuatı isə digər fərqli özlərinə, belə deyək, öz maraqlarına xidmət edən, yəni hər iki tərəf öz maraqlarına xidmət edən informasiyalar yayırlar. Əslində, nə baş verir? Görüntünü təqdir etmişik bu arada. Nə baş verir cəbhədə? Burada baxıb danışa bilərsiniz. Pokrovski şəhərinin yerləşdiyi o, Pokrovskinin də yerləşdiyi həmin o ərazidə ümumilikdə Ukrayna üçün vacib olan daha 5 yaşayış məntəqəsi yerləşir və Pokrovskinin şimal-şərq istiqamətində Krasny Liman adlı yaşayış məntəqəsi yerləşir ki, əslində təkcə Pokrovskdə deyil, həm də Krasny Liman istiqamətində də kəskin döyüşlər gedir. Kənardan baxdıqda, ilkin baxışda o qədər böyük əhmiyyət kəsb etməsə də, Pokrovski Donetsk vilayətinin Dnepr vilayəti ilə demək olar ki, son ən iri yaşayış məntəqəsi hesab olunur. Yəni, Pokrovskdən sonra ondan bir qədər kiçik yaşayış məntəqəsi var, daha sonra isə Dnepr vilayətinin inzibati ərazisi gəlir. Bir sözlə, Pokrovskinin işğal edilməsi, Pokrovskinin ələ keçirilməsi Rusiya üçün həm də daha 5 yaşayış məntəqəsinin ələ keçirilməsi deməkdir. Yəni, Pokrovski və Krasny Liman yaşayış məntəqələri bu mühasirə halqasını tamamlamağa imkan verəcək. Ümumiyyətlə, müharibənin başladığı ilk illərdən Rusiya silahlı qüvvələri hər zaman Pokrovski yaşayış məntəqəsini nəzarətə götürmək, ələ keçirtmək və Donetsk vilayətinə tam nəzarəti təmin etməyə çalışırdı. Amma həqiqətən də Ukrayna silahlı qüvvələri ötən bu dövr ərzində və son bir həftə ərzində Pokrovskinin müdafiəsi üçün bütün vasitələri səfərbər ediblər və bu vasitələr sayəsində elə Rusiya silahlı qüvvələri bir neçə qoşun növündən istifadə etmələrinə baxmayaraq, yəni hücum əməliyyatında həm xüsusi təyinatlı birləşmələrdən istifadə olunur, həm digər vasitələrdən istifadə olunur. Buna baxmayaraq Pokrovskini ələ keçirə bilmirlər. Pokrovski təkcə hazırki vəziyyətdə, Pokrovski təkcə bir müdafiə xətti deyil və yaxud da arxa cəhbənin daha əvvəl, arxa cəhbənin dayaq məntəqəsi deyil. Bugün isə ön cəhbənin dayaq məntəqəsi deyil. Bu həm də Ukrayna ordusu üçün, Ukrayna cəmiyyəti üçün bir mənəvi bir xəttir, mənəvi ön xəttir. Hesab edirəm ki, Pokrovskinin həqiqətən itirilməsi Ukrayna silahlı qüvvələrinin sonraki addımları üçün də müəyyən çətinliklər yaradacaq və bu bir psixoloji amil formasında da özünü təzahür eləyəcək. Rusiya üçün isə əlbəttə ki, Pokrovski ələ keçirdikdən sonra Rusiya üçün psixoloji üstünlük yaşanacaq. Hər bir halda biz görürük ki,
Ukrayna maksimum şəkildə Donetsk vilayətindəki mövqeylərini itirməmək üçün var gücü ilə çalışır. Bu söhbət təkcə açıq döyüş əməliyyatlarının həyata keçirilməsi deyil, həm də ciddi müdafiə xəttinin formalaşdırılmasından, bir neçə eşalondan ibarət müdafiə xəttinin formalaşmasından gedir. Donetsk vilayətinin itirilməsi Rusiya silahlı qüvvələrinin Dneprə, yəni Ukraynanın mərkəz istiqamətinə doğru hərəkət etməsi deməkdir. Bu isə əlbəttə ki, Zaporojye, yəni Dneprə əgər çıxış əldə edərsə Rusiya ordusu, Zaporojye şəhərinin sonrakı taleyi artıq sual altında qalacaq. Yəni Zaporojye Ukraynanın cənub-şərq istiqamətində yerləşir və hesab edirəm ki, məsələ növbəti əsas tapşırıqlardan biri də Zaporojye istiqamətində güclənməkdir. Yəni Rusiyanın. Bəs Ukrayna nə etməlidir bu vəziyyətdə? Yəni bu üstünlüyü ələ almaq üçün. Çünki Ukrayna üçün də vəziyyət ağırdır. Siz özünüz də qeyd etdiniz. Hətta dezinformasiyalardan danışdınız. Müəyyən ərazilərə Rusiya bayrağının sancılması ilə bağlı görüntülər yayıldı. Sonra həmin o bayrağı Ukrayna dronları vurdu. Yəni həm psixoloji baxımdan, həm də ki bu sahədəki vəziyyət baxımından Ukrayna üçün ürəkaçan deyil mənzərə. Nə etməlidir ki Ukrayna həm ərazi işğal olmasın, həm üstünlüyü ələ alasın? Mən bu məsələ ilə bağlı, ümumiyyətlə Ukrayna müharibəsi başladığı ilk günlərdən, ilk vaxtlardan Ukraynanın əsas problemi haqqında danışmışam. Əlbəttə ki, Ukrayna ordusu daha 2022-ci ilin deyək ki, mart ayındakı ordu deyil. Ukrayna ordusu daha təkmilləşib, döyüş hazırlığı daha yüksəlib. Sadəcə bir problem var. Bu döyüş hazırlığı yüksək olan şəxslərin sayı çox deyil. Yəni, hər gün Ukrayna ordusu itkilərlə üz-üzə qalır. Ön cəbhədə döyüş əməliyyatlarını aparan manqa komandirləri, tağım komandirləri, bölük komandirləri həlak olur. Bunların formalaşması üçün, yetişməsi üçün müəyyən dövr lazımdır. Onlar peşəkar səviyyəyə gəlib çatırlar, sonra isə döyüşdə həlak olurlar, tələf olurlar. Və belə bir vəziyyətdə bu peşəkar döyüşçülərin, hərbi qulluqçuların yerinin doldurulmasına ehtiyac var. Ukraynanın nüfuzu isə, potensialı isə buna heç də hər dəfə imkan vermir. Yəni, əhalinin say nisbəti və s. digər amillər də var və bu günlər Ukraynada kişilərin böyük bir hissəsi ilkin dövrlərdə Ukraynanı tərk etdilər və onlar qayıtmadılar. Hazırki vəziyyətdə olduqca çətin bir durum var. Belə olan təqdirdə mən hesab edirəm ki, Qərbin ümumiyyətlə Ukrayna müharibəsinə baxışı dəyişməlidir. Ki, bu problemin həlli, bu problem bir dəfəlik həll olunsun. Bu artıq bir neçə dəfə cəhd olundu. Daha əvvəli Minsk vasitəçiliyi ilə, Minsk Belarusun vasitəçiliyi ilə, sonra Türkiyənin vasitəçiliyi ilə İstanbulda 2022-2023-cü illərdə bu cəhdlər oldu. Sonra isə ABŞ prezidenti, Amerika prezidenti Donald Trump'ın cəhdləri bu il 2025-ci ildə. Nəticə ortada yoxdur. Nəticə odur ki, Pokrovskda ağır döyüşlər gedir və Rusiya həmin bölgədə Pokrovsk və Krasnı Liman bölgəsində böyük bir mühasirə halqası formalaşdırır və döyüş əməliyyatları keçirir. Yəni Qərbin, xüsusən də Avropanın, yəni Amerika okeanının o tərəfindədir, onun maraqları tamamilə fərqlidir. Avropanın bu məsələlərə münasibəti dəyişməlidir. Təkcə Amma Rami və tomaqavları Amerika versə dəyişməyəcəkmi bir çox şey? Yəni iddianı çatdırdıq. CNN deyir ki, bu qərar verilib, amma Trump'ın həyəsi gözlənir. Logistik, texniki işlər tamamlanıb. Necə düşünürsünüz? Trump bu dəfə fikrini dəyişib verəcəkmi bu raketləri? Mən sizə texniki tərəflərini deyim. Tomaqav raketlərinin deyək ki, Donald Trump da təsdiqlədi və onlar artıq Ukraynaya göndərilir. Onların Ukraynaya göndərilməsi prosesi bir aydan tez həyata keçirilməyəcək. Yəni, bu təcili həyata keçiriləcək bir prosesdir. Yəni, bu iddia yalandır deyirsiniz. Logistika, yəni bu gün götürdük, sabah çatdırdıq. Bu hər dəfə reallaşa bilmir. Bu qısa bir məsafələrdə baş verə bilər. Okeanın o tərəfindən Amerikadan Ukraynanın ön cəhbəsinə və yaxud da ona yaxın bir hissəyə özü də elə bir formada o dislokasiya olunmalıdır, yerləşdirilməlidir ki, Rusiya
həmin raketlərin yerləşmə məntəqələrini müəyyənləşdirməsin və onları zərərsizləşdirməsin, yerindəcə məhv etməsin. Bütün bunları əgər analiz etsək, görək ki, bu bir ay deyil, bu bir neçə ay çəkəcək bir prosesdir. Bəli, deyək ki, tomaqaflar Ukraynaya gətirildi və bunlardan istifadə edilməyə başlanıldı. Bu, müharibənin növbəti mərhələsini biz hansı formada görürük? Biz bir neçə gün bundan əvvəl Belarus prezidenti Lukashenkonun açıqlamasında artıq müharibənin növbəti mərhələsi haqqında ilkin təzahür formalaşdı. Yəni, əgər Amerika Birləşmiş Ştatları bu cür strateji silahları, bunlar strateji silahlar sayılır, strateji silahları Ukraynaya göndərərsə və Amerikalı mütəxəssislərlə birlikdə göndərərsə, daha doğrusu Amerikalı mütəxəssislərlə birlikdə göndərərsə, çünki bunu Ukraynalı mütəxəssislər istifadə formasını bilmirlər, göndərərlərsə, deməli, Belarusdan növbəti cəhbənin, Belarus istiqamətindən növbəti cəhbənin, ikinci cəhbənin açılma ehtimalı artır. Belə olan təqdirdə artıq Kiyevin, Xarkovun və Kiyevin müdafiə imkanları hansı formaya gəlib çıxır. Mən ona görə demək istəyirəm ki, Qərbin bu müharibəyə münasibəti dəyişməlidir. Birinci növbədə təkcə silah texnika ilə bağlı deyil. Bugün Avropa ölkələri silah istehsalı ilə bağlı ötüşə durublar. Yəni, növbəyə durublar. Bir-birinin bəhsinə bir rəqabət formalaşır. Mən bir neçə gün bundan əvvəl Avropa ölkələrinin birində müdafiə sənayesi sərgisindəydim. Və ümumiyyətlə, deyək ki, ümumiyyətlə o təyinatlı, yəni mərmi və digər o sursatların istehsalını həyata keçirməyən ölkələr belə sursat istehsalını həyata keçirilməsinə, istehsalına başlayıblar. Məqsəd nədir? Məqsəd istehsal edib Ukraynaya satmaq və yaxud da hansısa bir dotasiya formasında Amerikanın ayırdığı dotasiya vasitəsilə onu Ukraynaya göndərmək. Burada da məsələnin maddi tərəfi ortaya çıxır. Yəni, deyək ki, Skandinaviya ölkələri mərmi istehsalı ilə məşğuldurlar. Yəni, bunlar bu bir qədər qeyri-adi bir vəziyyətdir. Və digər ölkələr də var ki, onlar da artıq ötüşə durublar. Yəni, yarışdadılar sanki. Bu, məsələnin yalnız bir tərəfidir. Amma döyüş meydanında, yəni ərazidə döyüşən Ukrayna əskəridir. Ukrayna əskəridir və Ukrayna əskərinə təkcə silah və texnika ilə, texnologiya ilə deyil, həm də peşəkar döyüş əməliyyatlarında iştirak edə biləcək canlı qüvvə ilə də dəstək olmaq lazımdır. Yəni, məsləhətçi, müşavir səviyyəsində deyil. Bildiyiniz peşəkar döyüşçü səviyyəsində də kömək olmaq lazımdır. Necə ki, Şimali Koreyanın ordu birləşməsi gəldi və Rusiyanın Kursk ərazisində döyüş əməliyyatlarında iştirak etdi. İtkiləri də oldu, yaralılar da oldu, amma geri qayıtdılar. Həm də bir döyüş təcrübəsi topladılar. Şimali Koreya ordu birləşmələrinin həmin ərazidə döyüşənlər döyüş təcrübəsi topladı. Avropalılar artıq 80 ildir müharibə bilmirlər nədir, döyüş bilmirlər nədir. Yəni, Avropa əskəri, istər fransız, istər alman, istər italyan, bunlar ancaq döyüş əməliyyatları, bunların ancaq təlimlərdədir. Yəni, real döyüş şəraitində bunlar xidmət aparmayıblar. Həm bu Avropa ölkələrinin, bunlar hər zaman deyir axı, Rusiya bizim üçün təhlükədir, Rusiya Avropaya girməyə hazırlaşır və s. Həm bunlar üçün bir döyüş təcrübəsi formalaşar, həm də ki, öz müttəfiqlərinə, Rusiyanın qarşısında cəhbə kimi formalaşdırılan Ukraynaya real dəstək vermiş olardılar. Yəni, əslində məsələnin mahiyyətində, kökündə bu dayanır. Biz görürük ki, 2022-ci ilin fevral ayından başlayaraq, fevral ayının 24-ündən başlayaraq, yəni Ruslar daha sürətli hərəkət etməyə başladılar. Lap mart ayından başlayaraq Rusiya silahlı qüvvələri sürətli hücum əməliyyatları keçirilir. 2022-ci ildə bir dağınıqlıq var idi. Amma 2023-cü ildə sistemli formada Ukraynaya bir dəstək
kömək yardım prosesi başladı silah və texnikalarla bağlı. Amma nəticə nə oldu? 2023-cü ildə də Ukrayna ərazi itkiləri ilə üzbəüz qaldı, bir-birinin ardınca. Yəni, hər il Ukrayna bir neçə strateji məntəqəni, ərazini itirir. Yəni, bu bilirsiniz, bu ədalətli yanaşma deyil. Ədalətli yanaşma deyil. Bəli, tomoqraflarla bağlı biz məlumatları oxuduq. Amma Rusiyanın Buravesniki elan etməsi, əslində Buravesnik 2018-ci ildə sınaqları bitib və onunla bağlı bir məlumat da yayılmışdı. Hətta Rusiya prezidenti Putin də bu məsələ ilə bağlı açıqlaması olmuşdu. Bu kitlələr arası raketdir və 15 min kilometr məsafədə deyək ki, hədəfə çatmaq təyinatlıdır. Tomoqraf isə yaxın məsafədə, yəni təxminən 500-800 kilometr aralığında hədəfi məhv etmək üçün nəzərdə tutulub. Təbii ki, Xarkovdan Moskva şəhərinə 750 kilometrdir. Bu kifayət edir. Amma Moskva şəhərinin mərkəzinə tomoqrafın atılması müharibənin taleyinə hansı formada, daha doğrusu müharibənin gedişatına hansı formada təsir edə bilər? Əlbəttə ki, bu Ukrayna baxışı ilə biz yanaşsaq, onlar haqlıdırlar. Amma Rusiyanı qızışdırmış olmayacaq mı daha? Amma burada artıq vəziyyət tamamilə dəyişə bilər. Yəni, hücum əməliyyatları kütləvi hal ala bilər, müharibə, real, daha doğrusu lokal döyüş əməliyyatları deyil, müharibə deyil, daha aqressiv bir Rusiya və ümumxalq səfərbərliyi, milyonlarla döyüşçünün cəlb olunduğu döyüş əməliyyatları və s. bu kimi və həmçinin Belarusun ikinci cəhbə açması, yəni Lukashenko'nun o açıqlamasında da bunlar səslənildi və hərdən səhvən, deyək ki, Polşa ərazisinə, Rumuniya ərazisinə zərbələr endirilməsi, o dronlarla bağlı Rusiyanın biraz bu hərəkətləri, belə hərəkətlər olur. Yəni, bir sözlə vəziyyətin yumuşalmasına gedəcək addımın atılması üçün iki vasitə lazımdır. Ya Qərb real, ədalətli şəkildə Ukraynaya hərbi yardım göstərməlidir, söhbət hərbi texniki yardımdan getmir. Ya da ki, Rusiya artıq yetər deyib, Amerika ilə hansısa bir formada razılaşmalıdır və müharibəni dayandırmalıdır. Rusiyadan biz bu təşəbbüsü görmürük. Putin-Trump görüşündən sonra da Avropadan da bu təşəbbüsü görmürük. Bir sözlə, Ukrayna cəhbəsində qarşıdan gələn 2 ay ərzində, yəni ilin sonuna qədər vəziyyət daha gərgin hal alacaq. Çox sağ olun, Rami bəy. Mən təşəkkür edirəm sizə. Dəvətimizi qəbul edib gəldiniz, önəmli dəyərləndirmələr üçün. Dəyərli izləyicilər, məhz Rusiya-Ukrayna münaqişəsinin hərbi aspektində dəyərləndirməni apardı. Pokrovsk istiqamətində şiddətli döyüşlər gedir. Nə olacaq nəticəsi? Ukrayna üçün gözlənilən nəticə nədir? Onu danışdıq. Tomoqraflar veriləcək deyilir Ukraynaya. Bu realdırmı? Verilsə nə qədər müddətə gəlib çata bilər? Nələri dəyişəcək cəbhədə? Geniş şəkildə təhlillərimiz oldu.